Paşinyanla bağlı xəbərləri sevə-sevə oxuyuram. İzləyicilərimə çatdıram. Azərbaycanla sülh artıq faktör biz müharibəsiz yaşamağa öyrənməliyik. Paşinyan deyib. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sülh artıq mövcud və formalaşmış reallıqdır. Lakin erməni cəmiyyəti hələ bunu yeni şəraitdə yaşamağı öyrənməyib və öyrənməlidir. Hələ də onlar deyir ki, Qarabağ qəbul etmirlər də Qarabağ Azərbaycandır. Onlar deyir Qarabağ Ermənistanındır. Qarabağ Ermənistan. O yaxşı da alınmır bizdə. Qarabağ Azərbaycandır. Müsavat.com təbii ki mən istinad edirəm. Xəbər verir ki, Paşinyan parlamentdə büdcə dinləmələr zamanı çıxış edərək bildirib ki, biz qəbul etməliyik ki, sülh bizim üçün yeni və tanış olmayan anlayışdır. Ermənistan müstəqilliyini ilk günündən münaqişə şəraitində yaşayıb. Ona görə də sülh şəraitində düşüncə tərzi formalaşdırmaq asan deyil. Bəli, Paşinyanın sözlərinə görə Azərbaycanla sülh artıq mövcuddur və gündəlik reallığın bir hissəsidir. Təbii ki, elədir. Bu sülh qorunmalı, gücləndirilməli və əsaslarla artıq insanların yadına, yaddaşına, düşüncəsinə oturulmalıdır. Bakı ilə diplomatik danışıqlar, yüksək səviyyəli görüşlər və işçi qruplarının müzakirələri davam edir və etdiriləcək. Təbii ki, Paşinyan əlavə edib ki, artıq erməni və Azərbaycanlı rəsmilər, parlament sədrləri, baş nazir müavinləri və müxtəlif formatlarda mütəmadi təmaslar qurulur və xatırlayırsınız ki, bir görüşdə belə bizim dövlət başçımıza yaxınlaşdı, belə istədi salam versin və bunu etdi və bizim prezident ona dedi ki, biz çay içə bilərik. O çox sevincək oldu. Həmən hazır dayandı ki, o dövlət başçımızla bir yerdə çay içsinlər.